Qardaşıma nağıl danışacağım. Rus nağılı. Bir evdən çil, toyuq və 2 siçan balası yaşayırdı. Bir dəfə toyuq kökə bişirmək istədi. Siçanlara dedi: "Sümbülü dəyirmana kim aparacaq? Biz yox, deyə siçanlara qışqırdılar və topu götürüb oynamağa qaçdılar. Toyuq özü sümbülü dəyirmana apardı. Qonşuluqdan yaşayan sincab və dovşan ona kömək etdilər. Toyuq dənləri üyütdü, dadlı kökələr bişirdi və dedi: Kökələr hazırdır, onları kim yiyəcək? Biz, deyə siçanlar qışqırdılar. Toyuq dedi: Yox, belə olmaz. Kim işləyibsə kökələri də o yeyəcək. Toyuq dovşanı və sincabı qonaq çağırdı. Oturub ləzzətlə kökələri yeməyə başladılar. Siçanlar isə baha qaldılar. Çil, toyuq və siçan balaları.